Ağızda əriyən, yumşaq, tam yay fəsli kimi dadan çiyələkli piroq elədim. İnanın mənə, həm siz, həm də uşaqlarınız çox sevəcək. Ən dadlı piroqlardan biri idi. Yumurtanı ilk öncə mikserlə ağarana qədər çırpırıq. Sonra isə üzərinə bir stəkan şəkər tozu əlavə edirik. Yaxşıca qarışdırdıqdan sonra 2 ədəd də vanilya əlavə edirik. Sonra isə üzərinə bir stəkan duru yağ əlavə edirik. Siz istəsəniz bir ədəd qabartma tozu da istifadə edə bilərsiniz, amma mən qabartma tozunun yerinə qatıqla qarışdırılmış soda əlavə elədim. Mənə elə gəlir ki, bu üsul qabartma tozundan daha təsirlidir. Onu da qeyd edim ki, stəkanların ölçüsü 200 ml olmalıdır. Sonra isə 2 stəkan un əlavə edirsiniz və piroqunuzun xəmri artıq hazırdır. Üzəri üçün umac hazırlamağa bir xörək qaşığı kərə yağı əlavə edirsiniz umac üçün və 4-5 xörək qaşığı un, 5 xörək qaşığı isə şəkər tozu. Əlinizdən umac halına gətirirsiniz. Dedim ki, mən bu şirniyyatı ilk dəfə edirdim və ilk dəfəyə görə mükəmməl bir nəticə oldu. Düşünün ki, dünən hazırlamışam və bugün artıq piroqdan əsər əlamət yoxdur. Böyüklərin, həm də uşaqların çox sevəcəyi bir şirniyyatdır. Əsası da yüngül və asan hazırlanır. Xəmiri listə tökdükdən sonra İlk öncə üzərinə umac əlavə edirsiniz və umacdan saxlayırsınız. Sonra isə çiyələkləri əlavə etdikdən sonra üzərinə yenidən səpirsiniz. 150 dərəcədə 30-45 dəqiqə ərzində bişir. Hazırlayan hər kəsə nuş olsun. Vaxtı idi.